Hər vaxtınız xeyir olsun dəyərli insanlar. Demək tanınmış jurnalist Mirşahin Ağayevin az öncə bir müsahibəsindən bir ifadə qarşıma çıxdı, müsahibəsi qarşıma çıxdı. O qeyd edir ki, əgər insanlar green card uğrunda bilirsiniz ki, green card udan zaman Amerikaya gedirsən, orada yaşayırsan. Əgər insanlar bu green card uğrunda mübarizə aparırsa və onu qazanmaq üçün çalışırsa, qazandıqda sevinirlərsə, artıq burada Azərbaycançılıq belə desək, təhlükə altına düşür. Yəni ümumi fikri lakonik şəkildə ifadə etsək, insanlar ölkədən qaçıb çıxıb gedib rahat yaşam tərzini istəyirsə, artıq Azərbaycançılıq burada təhlükə altındadır. Yaxşı, o zaman gəlin biz də belə deyək ki, ölkədə əgər təhsil, səhiyyə, işsizlik səviyyəsi aşağıdırsa, təhsil səviyyə yoxdursa, ölkədə pensiya yaşı endirilmirsə, ölkədə qazın, işığın, suyun, benzinin qiyməti günü-gündən, il-ildən artırsa, ölkədə iş yerləri açılmırsa, minimum əmək haqqı yuxarı qalxmırsa, ölkədə insanlar rahat yaşaya bilmirlərsə, övladına rahat baxa bilmirsə, ölkədə insanlar, yaşlı insanlar Allah ümidinə yaşayırsa, rahat bir qocalığını keçirdə bilmirsə, insanlar, gənclər rahat gəncliyini keçirə bilmirsə, gəncliyini yaşaya bilmirlərsə, insanlar ailəsinə baxa bilmirsə, bəs yaxşı o zaman nə etməlidir? İnsanlar əlbəttə rahat yaşamını seçməlidir. İnsanlar əlbəttə rahat yaşamaq istəyir. Bunun üçün də məcbur şəkildə heç kim öz dövlətindən, öz xalqından, yerindən, yurdundan bezməyib. Mirşahin Ağayev. Əgər ölkədə hər şey normal şəkildə olsa, insanların istədiyi sadəcə bir tək şey var. Rahat yaşam. Rahat yaşayış insanların istədiyi. Əgər ölkədə varsa, niyə də çıxıb başqa ölkəyə getsinlər ki? Bizim Azərbaycanımız bir çox dövlətlərdən, bunu biz hər zaman qeyd eləmişik. Çox gözəl, çox yaxşı bir dövlətdir. Amma yaşam səviyyəsi olmadıqda insanlar artıq məcburdur çıxıb gedib başqa ölkədə rahat yaşayış qazansınlar və insanların haqqıdır da. Siz nə olar ki, bir dəfə də çıxıb jurnalistsiniz, bir dəfə də çıxıb müsahibə verən zaman bəli deməlisiniz ki, ölkədə minimum əmək haqqı qalxmalıdır, iş yerləri açılmalıdır, insanlar rahat yaşamalıdır, pensiya yaşı aşağı enməlidir, qazın, işığın, suyun, benzinin, kommunalın ümumiyyətlə qiyməti aşağı salınmalıdır. Niyə bunlardan danışmırsınız? Ancaq çıxıb bu xalqda, bu millətdə günah görürsünüz. Əslində deyəcək çox şeylər var, amma mən istədim ki, qısa şəkildə fikrimi bildirim. Və bu şeylərin belə deyək ki, həll olunması üçün, problemlərin həll olunması üçün bizlərdə, xalqdan, ümumiyyətlə vətəndaşlardan söhbət gedir ki, özümüz öz hüquqlarımızı, öz haqlarımızı bilib tələb etməliyik ki, ancaq günahı millətdə, xalqda görənlər bu xalqı, bu milləti belə deyək ki, kobud səslənməsin, savadsız, biliksiz bilib onları boş yerə tənqid etməsin. Təşəkkür edirəm hər birinizə dinlədiyiniz üçün.